Salam əziz abunəçilərim. Bismillah. Budur 2026-cı ildə Qoç bürcünü gözləyənlər. Ümumi enerji 2026 Qoç üçün hərəkət, risk və böyük dəyişikliklər ili olacaq. Köhnə dövr bağlanır, yeni başlanğıclar gəlir. Pul və karyera ilin ilk yarısında çətin qərarlar verəcəksiniz. Amma yaydan sonra qazanc artımı görünür. Öz biznesi olan qoçlar üçün sıçrayış ili ola bilər. Səbr plus cəsarət uğur gətirəcək. Sevgi və münasibətlər. Sevgi həyatında ehtiras yüksəkdir. Subay qoçlar ani və güclü münasibətə girə bilər. Ailəli qoçlar isə tələskən sözlərə diqqət etməlidir. Sağlamlıq. Enerji bol olacaq, amma əsəb və baş nahiyyətinə diqqət lazımdır. Həddən artıq yükləməyin. Uğurlu dövrlər mart, aprel və avqust-sentyabr ayları Qoç üçün ən şanslı vaxtlardır.